Günlərin bir gündə Sumqayıtda restoranların birinə işə girmişəm, ofisant işləyirəm. Obşim divijeniyadayım, hərəkət eləyirəm. Hərəkətdəyəm, divijeniyadayım. Obşim can yandırıram. Məndə də o 1-2 gün olurdu. Sonra o olan müştəri. O kabinetdə vururam, bu kabinetdə vururam. Üzr istəyirəm ifadəmə görə. Bilənlər bilir ki, biraz arada içirəm. Arada yox, imkan verən olsa hər gün içərəm. Obşim müdiriyyət yaxınlaşdı mənə. Dicəsi, bugün mən nişana getməliyəm, çağırıblar. Qohum nişan eləyir. Demək, Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin, qoşa qayırsın. Dedicəsi, bu dəftəri verirəm sənə. Obşim bir akşam üstüye kimi sənliydi də bu restoranı idarə elə. Açot, uçot, nə gəldi sənliydi. Demək, mənim gözüm üstə. Problem yoxdur. Mən də istədim o deyən kimi eləyim. Andola Allah tutuzdura bilmədim. Hələ abed oldu, gördüm bütün dostanışım axışıb gəldi. O kabinetdə dostanış, bu kabinetdə dostanış. Divijeniyadayım. Həm yazıram, həm poveram, ora bura qaçıram. Gördüm, yoruldum, alındıra bilmədim. Keçdim bir kabinetdə uşaqlarla adamı bir 100 getdik. Çıxdım çöldə. Salam Cəsi, nə tərsətdim? Sağ ol qardaş, yaxşıyam. Sən Allah 2 dənə pivə, 2 pivə oldu, 3 pivə, birini də özüm üçün dang-dung oldum lül piyana. Dəftəri hara qoymuşam, yadımdan çıxıb. Andola restoranı bırakmışam öz başına. Ürəyə gələn gedir, gəlir, gedir, yiyirlər, içirlər. Axırda müdür geldi. Hamı yiyib içir, heç nəyə qeyd eləməmişəm.